De ki, o Allah təkdir. Allah möhtac deyildir. O nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur. De ki, sığınıram sübhün Rəbbinə, məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugar qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Göylərin və yerin səltənəti ona məxsusdur. O, özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. Bu kitab qüdrətli və müdrik Allah'tan nazil edilmişdir. Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allah'a məxsus olduğuna iman gətirərək ona ibadət et. Doğrusu, əsl din ancaq Allah'a məxsusdur. Sizi biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa biz? Sizin aranızda ölümü biz müəyyən etdik və heç nə bizim qarşımızı ala bilməz. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa bizə mane olan tapılmaz. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz? Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz və deyərdiniz, biz ziyana uğradıq, daha doğrusu nemətlərdən məhrum olduq. İçdiyiniz suyu gördünüzmü? Onu bulutdan siz endirirsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? Yandırdığınız odu gördünüzmü? Onun ağacını siz yaradırsınız, yoxsa biz? Biz onu cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq. Elə isə ulu Rəbbinin adına təriflərdir. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərinə şükr et. Axır dönüş mənədir. Əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəşdə getmə. Dünyada onlarla gözəl davran. Mənə üst tutanların yolu ilə get. Sonra isə dönüşünüz mənə olacaq. Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. Dilinizin uydurduğu yalana əsasən, bu halaldır, o haramdır deməyin. Çünki Allah'a qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allah'a qarşı yalan uyduranlar nicat tapmazlar. Yeryüzündə gəzən heyvanların və göydə uçan 2 qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin huzuruna toplanılacaqlar.